60 manata belə gözəl dağ mənzərəsində, təbiətin qoynunda və dadlı yeməklərlə istirahət eləmək istəyirsiniz? Gəlin baxaq necə. İsmayıllıda yerləşən Qaya İstirahət Mərkəzindən hər birinizi salamlayırıq. Səhər tezdəndən durduq, çünki oteldə o qədər maraqlı məşğuliyyətlər var idi ki, istədik ki, hər birinə çataq. Bilyard, tenis, futbol, voleybol, göl, hovuzda bir oteldə ola biləcək hər şey var idi. Kotecimizin gördüyünüz kimi 3-1 tərəfi dağa baxırdı. Çox gözəl dağ mənzərəsinə oyanırsınız səhər. Arxası isə meşəliyə. Bu isə otelin hovuzudur. Gün ərzində bəlkə də uşaqların ən sevimli məşğuliyyəti bu oldu. Bütün uşaqlar hovuzun ətrafında yığışırdı. O sırada Rabiə YouTube videosu çəkirdi. Buradan da izləyicilərimizi salamladıq. Uşaqlar üçün düşünülmüş hər şey var idi. İlk öncə oyun parkı, Rabişgil gələn kimi bunun üstündə davaya düşdülər. Kim yellənçəyə birinci minəcək? Amma gəlib gördülər ki, yellənçəyin sayı bir xeyləm çoxdur. Davaya ehtiyac yoxdur. Bu isə otelin özüdür. Tam olaraq otelin önüdür. Burada otaqlar yerləşir. 2 nəfərlik otaqlardır. Dediyim kimi qiyməti 60 manatdır. Bu isə otelin möhtəşəm gölüdür. Burada uzun bir vaxt keçdi. Nəyə görə? Gəlin indi sizə göstərim. Burada çox şirin dostlarımızı tapdıq. Bir dənə buna baxın, xahiş edirəm. O qədər əzizləmişik ki, bunları həyatımda ilk dəfə bir qurbağanı bu qədər şəffaf bir şəkildə yaxından görürdüm. Üzməkləri, qalışları, hər şeyini çəkmişik də. YouTube vloqumuzda da ətraflı baxa bilərsiniz baxmayanlar üçün. Görün necə şirin üzürlər. Uşaqların o qədər diqqətlərini cəlb elədilər ki, buradan ayrılmaq istəmirdilər. Acmışdıq, səhər yeməyinə getmək istəyirdik. Bu arada səhər yeməyi bütün otaqlara və koteclərə daxildir. Nə qədər balıqlar yığılıb burada. Məryəmə deyirəm ki, Məryəm, bəsdir də cəmaatı bir-birinə qırdırdın. Bir dənə çörək atırsan, hamısı gəlir bir-birini döyürlər. Məryəm də deyir, hamısına çatacaq şəkildə atıram. Bu qədər balıqları, bu qədər qurbağaları eyni anda ilk dəfə idi yaxından bir yerdə görürdüm. Bu da gölün mənzərəsi. Hara baxsınız dağdır da, Çox gözəl mənzərə idi. Daha sonra gəldik səhər yeməyinə. Səhər yeməyində də yox, pomidor, yumurta da gələcək birazdan. İnşallah onu çəkmişəm. Yağ, bal, qaymaq, yumurta, pendir, pomidor, yumurta, çay, nə istəsəniz var. Çox gözəl samovar çayları var. Yeməkxana da, bu bisetkalar da dağa baxır. Sadəcə biz meşəlik olan tərəfdə oturmuşduq. Bir də Qaya İstirahət Mərkəzinin ətrafında çox maraqlı gəzməli yerlər var. Asma körpü var. Hansı ki, onu da YouTube'da çəkib paylaşmışıq. Çox adrenalinli bir körpüdür. Qorxduq, Günə baxan tarlası var. Nə axtarsaz var. Bu isə günorta və axşam yeməyimizin menüsüydü. Bunları sifariş verirdik. Bu isə dağ mənzərəsi. Çox gözəl bir istirahət oldu. Təşəkkürlər Qaya İstirahət Mərkəzi.